Uşaqlar qanunla müəyyən edilən yaşayış minimum məbləğindən az olmayan məbləğdə maddi təminat ala biləcəklər. Bu, uşaq hüquqları haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi hazırda Milli Məclisin müxtəlif komitələrində müzakirədədir. Layihə ilə bağlı Milli Məclisin deputatı Jalə Əliyeva ətraflı məlumat verib. Müzakirə edilən və birinci oxunuşda qəbul edilən qanunun 24-cü maddəsi uşağın sosial təminat hüququnu təsbit edir. Maddənin müddəalarına əsasən hər bir uşaq sosial təminat hüququna malikdir. Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var. Dövlət uşaqların sosial müdafiəsi məqsədi ilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial yardım göstərir. Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə sosial xidmət haqqında Azərbaycan Respublikasının qanununa əsasən dövlət sosial xidmət müəssisələrində və evlərdə zəmanət verilmiş həcmdə ödənişli sosial xidmətlər göstərilir. Yerli özünü idarə etmə orqanları uşaqlara dövlət sosial təminatından əlavə təminatlar nəzərdə tutan yerli sosial müdafiə proqramları həyata keçirirlər və qeyri-hökumət təşkilatları dövlət sifarişləri çərçivəsində və ya öz təşəbbüsləri və maliyyə vəsaitləri hesabına uşaqların sosial müdafiəsi üzrə tədbirlər həyata keçirirlər.